biz həm Beşbarmaq dağını, həm ondan Xəzər dənizinə açılan gözəl mənzərəni kəşf edəcəyik. Necə deyirlər, yolçu yolda gərək. Qalaşığı kəndindən başlanan yürüşümüz Beşbarmaq dağında finala çatacaq. Bu yürüşdə bizə bələdçiliyi Zeyd eləyəcək. O, peşəkar bələdçidir. Təbiət gözəllikləri, Xəzərə açılan təkrarsız panoram çətinliklər haqqında düşünməyə macal vermir. Yuxarı baxırsan mifik bir dağ, aşağı baxırsan ümmansız dəniz. Bu iki təbiət gözəlliyini bir arada görmək böyük şansdır. Qalaşığı Beşbarmaq marşrutu ilə uşaqlar da gedə bilər. Belə yürüşlər vasitəsilə uşaqlar təbiəti daha yaxşı öyrənə və anlaya bilərlər. Dağ uzaqdan baxanda əlin 5 barmağına oxşuyur. Ona görə də ona bu adı veriblər. 5 barmaq. Dağın ikinci bir adı Xıdır Zindədir. Xıdır peyğəmbər olub. Bəzi mənbələrdə onu Xızır kimi də adlandırırlar. Deyilənə görə bu yerdə Xıdır peyğəmbəri ilə Musa peyğəmbərin görüşü və ibadəti olub. Ümumiyyətlə, bu dağ Azərbaycanda müqəddəs yer sayılır və tez-tez ziyarət olunur.